Salam uşaqlar, bugünkü dərsimizdə biz ədədin sadə, mürəkkəb, natural və bütün bölənlərinin sayının tapacaq. Bir misal üzərindən gedəcəm. Tutaq ki, ədədimiz 132-dir. Birinci baxaq, ədədi sadə qruplarına ayıraq. Neçə eləyəcək 2 bölündə? 66. 2 də bölsən 33. 2 bölümü 3-ə bölünür. 11, 11, bir dənə 1. Deməli, bu ədədin sadə vurğuları 2, 2, 3 və 11 ədədləridir. Və yaxud da başqa sözlə 132 bərabərdir 2 üstü 2 vurulsun 3 vurulsun 11. Bu ədədin sadə bölənləri neçə dənədir? Sadə bölənlər, yəni müxtəlif sadə bölənləri. Yəni S, B sadə bölənlər bərabərdir. Baxırıq, 2 var, 3 var, 11 var. Demək ki, 3 dənədir. Natural bölənləri və yaxud da müsbət tam bölənləri. Sıfırdan başqa. Neçə dənədir? Baxaq. Natural bölənləri. Bunun düsturu var. Bərabərdir. Bərabərdir. Bunun üstləri ki, bax bunun üstü 1'dir, bunun da üstü 1'dir. Hərəsinin üstünə 1 gəlib, vururuq bir-birinə. Olacaq 2'nin üstünə 1, vurulsun 1'in üstünə 1, vurulsun yenə də 1'in üstünə 1. Bax, üstlərin üstünə, hərəsinin üstünə 1 gəlib, bir-birinə vurursan. Deməli, 3 vurulsun 2, 6. Vurulsun 2 bərabərdir 12. Deməli, natural bölənlərin sayı 12'dir. İndi baxaq, mürəkkəb bölənlərinin sayı neçə dənədir? Mürəkkəb bölənlərin sayı düsturu belədir. Natural bölənləri çıxılsın sadə bölənləri, müxtəlif, sadə müxtəlif. Və çıxılsın 1. Baxırıq, natural bölənlər neçədir? 12 dənə. Çıxdıq sadə bölənlər neçədir? 3 dənə. Bir dənə çıxırıq 1. Bərabər neçə? 8. Tam bölənlər. Düstur neçədir? Necədir daha doğrusu? Natural bölənlər vurulsun 2. İndi izah edəcəm niyə. Natural bölənimiz 12 dənədir. Vurulsun 2, o da olacaq 24. Yəni bütün bölənlərin sayı 24 dənədir. Deməli, bir ədədin, natural bölənlərin sayı 12 dənədirsə, tam bölənlər nə deməkdir? Yəni onların mənfiləri də gələcək. 0 çıxmaq şərti ilə. 0 tam ədəd olsa da bölən deyil. Çünki biz 132-ni 0'a bölə bilmərik. 0'ı 132'ye bölə bilərik. Yəni 0 132'ye bölünür. Cavab olacaq 0. Amma 132'ni 0'a bölə bilmərik. Bunun cavabı yoxdur. Təyin olunmayıb. Deməli, natural bölənlər və üstə gəl onların mənfiləri. Demək ki, 2'ye vurur, bu qədər.